Bu qiymətə bu qədər desert. Bəli, qiymətlər çox münasibdir, amma görək dadları necədir. İlk öncə Amir Dubai Crunch içkisinin dadına baxdı və həqiqətən bu qədər mükəmməl olacağını gözləmirdi. Mən isə çəyləkli Dubai matchanın dadına baxdım, bəyəndim. Fresh dadı var idi, lakin mənə azca şəkəri azmış kimi gəldi. Amil o qədər təriflədi ki, onun içkisinin dadına da baxmaq istədim. Həqiqətən də mükəmməl dadı var idi. Dəfələrlə gəlib dadına baxacağım bir içkiyə çevrildi. İndi isə keçək desertlərə. Amil özü üçün kruvasan sifariş etmişdi. Mən fikir bildirə bilməyəcəm, çünki Amil o qədər bəyəndi ki, çox sağ olsun mənə saxlamadı. Hal-hazırda səs salan Cedric desertləri heç də hər məkanda dadlı hazırlanmır. Bir neçə yerdə dadına baxmış biri olaraq, əgər sual versəz ki, bu məkanda dadı necə idi, sizə əminliklə deyə bilərəm ki, dadı damağımda qaldı. Məkan Elmlər metro stansiyasının yaxınlığında yerləşir. Qeyd edeyim ki, qiymətlər münasibdir və çeşid də çox boldur. Fərqli dadlar, fərqli içki növləri axtarırsınızsa, məkan ideal seçimdir. İstəsəz içəridə, istəsəz də terrasda əyləşə bilərsiniz. İndidən gedən hər kəsə xoş istirahətlər və nuş olsun.